Dünən Binəqədi rayonunda yerləşən Lake Hoteldə elektrik cəryanı vurması nəticəsində faciəvi şəkildə həlak olanlardan biri də Əkbər Zeynalov Anaroğludur. Globalinfo.az qeyd edir ki, Telegrafın əldə etdiyi məlumata görə Əkbər ailənin 3 oğul övladındandır biridir. Özündən böyük qardaşı hərbi xidməti yeni başa vuraraq evinə qayıdıb, kiçik qardaşının isə 11 yaşı var. Əslən Bakıdan olan ailənin maddi imkanı çox zəifdir. Yaxınları əməkdaşımızla söhbətində bildirib ki, atası Anar uşaqları manatlıq taksi ilə böyüdüb. Hadisə baş verən vaxt Əkbərin atası taksidə sükan arxasında olub. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Anası ötən gündən donub qalıb. Atası da balasına şokdan laylay deyirdi. Atası Əkbəri manatlıq taksi ilə 20 yanvar az sərnişin daşımaqla böyütmüşdü. Əkbərin arzusu Amerikada oxumaq idi. Balaca qardaşı dünəndən Əkbərdən konfet gözləyir. Əkbər çox sakit, tərbiyəli, evə baxan uşaq idi. O qədər kasıb ailədir ki, yaz çadırı qurmağa da imkankarı yoxdur, mərhumun yaxınları bildirib. Mərhum bugün günorta saatlarında Masazır qəbristanlığında dəfn olunacaq. Qeyd edək ki, hadisə nəticəsində Əkbər Zeylalovla yanaşı 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev də həlak olub. Ötən gün Binəqədidə faciəvi şəkildə həlak olan 4 ofisiantdan biri Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb. Globalinfo.az Qafqaz Infoya istinadən xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbristanlığında dəfn edilib. Ailəsi və yaxınları C. Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.